Təbrik üçün sözü İkmal Gənclər Birliyinin sədri Şahin Həsənova veririk. Əziz tədbir iştirakçıları, hörmətli qonaqlar. Sözümə başlamamışdan əvvəl hamınızı İslam Peyğəmbərinin bədəninin parçası, xanımlar xanımı, kamil qadın nümunəsi olan Xanım Fatimə-i Zəhra salamullahi əleyhanın doğum günü münasibəti ilə təbrik edirəm. Sizin hamınıza təşəkkür edirəm ki, bizim dəvətimizi qəbul edib, öz dəyərli vaxtınızdan ayırıb bu tədbirdə iştirak edirsiniz. Zalda hörmətli qonaqlarımız əyləşiblər, onların adlarını çəkmək istəmirəm. Hamısını İkmal Gənclər Birliyi adından salamlayıram və təşəkkür edirəm ki, Həzrəti Fatimə-i Zəhranın adına qurulmuş məclisə təşrif gətiriblər. Və ən nəhayət, əziz xanımlarımıza müraciət edirəm. Əziz qadınlar, bugün sizin bayramınızdır. Çünki bugün xanımların xanımı dünyaya gəlib. Bugün elə bir xanım dünyaya gəlib ki, dünya yaranandan onun sonuna qədər ona bərabər bir qadın yer üzünə gəlməyəcək. Allah onu bütün qadınlara nümunə qərar vermişdir. Allah insanları kamil mənəvi keyfiyyətlərə malik olmaqdan ötürü yaradıb və insanlar gərək bütün fəaliyyətlərini öz mənəvi kamilliklərinə yönəltsinlər. Bu məqsəd üçün lazım olan bütün vasitələri Allah insanların vücudunda cəm etmişdir. İnsanları doğru yola yönəltmək üçün hidayət kitabları nazil etmişdir ki, o kitabların sonuncusu müqəddəs kitabımız Quran-ı Kərimdir. Digər tərəfdən Allah insanların arasından məsum şəxsiyyətlər seçib insanlara nümunə qərar vermişdir. Onlardan biri də xanımlar xanımı Xanım Fatimə-i Zəhradır. Cəmi 19 il, 18-19 il xanım insanlar arasında yaşadı. Lakin bu qısa ömründə bütün qadınlara nümunə kimi Allah tərəfindən təqdim edildi. Xanım Fatimə-i Zəhra hər baxımdan xanımlarımız üçün örnəkdir. Bugün gərək onun həyatı araşdırıla və xanımlar ondan dərs alalar. Xanım Fatimə-i Zəhra mehrabında Allah qarşısında durub ona ibadət eləyəndə Peyğəmbərimiz buyurub ki, Allah göyün hicablarını qaldırardı və öz mələkələrinə baxıb Xanım Fatimə-i Zəhranın ibadəti ilə fəxr eləyərdi. Necə ulduzlar yerin əhlinə işıq saçırlar, Xanım Fatimə-i Zəhra da göy əhlinə nur saçardı. O, onun şəxsi ibadətidir, şəxsi təqvasıdır. Peyğəmbərdən sonra insanların ən üstünü olan Həzrəti Əli əleyhissalamın xanımıdır, Xanım Fatimə-i Zəhra. Və onların ailəsi də kamil ailə nümunəsidir. Bu ailə, o ailənin fərdləri arasında qarşılıqlı məhəbbət əsasında qurulmuş bir ailə idi.
Xanım Fatimə Zəhra dünyadan getdikdə Həzrət Əli onun başının üstündə dayanıb əllərini göyə qaldırdı və dedi: Allahım, şahid ol ki, mən Fatimədən razıyam. Nə Fatimə məni bir dəfə incitdi, nə də mən onu qəzəbləndirdim. Və təbii ki, bu cür üstün bir ailədən, ailənin tərbiyəsi nəticəsində İmam Hüseyn əleyhissalam və İmam Həsən əleyhissalam, xanım Zeynəb kimi üstün şəxsiyyətlər yetişmişlər. Bu iki şəxsiyyətin tərbiyəsinin bilavasitə nəticəsidir. Xanım Fatimə Zəhranın ictimai fəaliyyətindən danışmazdan əvvəl mən bir məsələni nəzərinizə çatdırıram. Xanım Fatimə Zəhra gəlin köçdüyü zaman əynində təbii ki, gəlinlik paltarı var idi. Birdən bir dilənçi gəlib kömək istədi. Dedim, əgər bir nəfər tapılmazmı mənə köməklik eləyə? Gördülər xanım Fatimə Zəhra öz toyu günü, gördülər ki, cəmaatın arasında yoxdur. Bir müddət sonra qayıtdı, lakin əynində yamaqlı bir paltar var idi. Soruşdular, bəs əynindəki paltarın necə oldu? Dedi, mən onu Allah yolunda bağışladım. Həmən o xanım Peyğəmbərin vəfatından sonra Əhl-i Beytin əlindən alınmış fədəy bağı uğrunda mübarizə aparır və ictimai fəaliyyətə qoşulur. Bugün həqiqətən də biz dinimizin düzgün tərəflərini xalqımıza çatdırmalıyıq. Düzgün şəkildə elmi əsaslara söykənən İslam dinini xalqımıza çatdırmalıyıq və bu cür dinin, həqiqi dinin yalnız xalqımıza xeyri ola bilər. O kəslər ki, deyir, İslam qadınları bütün hüquqlardan məhrum edir, onlar maraqlansınlar xanım Fatimə Zəhranın ictimai fəaliyyəti ilə, Kərbəla qəhrəmanı xanım Zeynəbin ictimai fəaliyyəti ilə, İmam Hüseyn Kərbəla müsibətinin, Kərbəla hadisəsinin qəhrəmanıdırsa, xanım Zeynəb onu insanlara, bəşəriyyətə İmam Hüseynin haqqını çatdıran bir xanımdır. Və bu xanımlar bizim xanımlarımıza örnəkdir. Və zənnimizcə bugünkü gündə cəmiyyət hər şeydən artıq mənəviyyata ehtiyaclıdır. Mənəviyyatsız bir cəmiyyətdə hətta elmin inkişafı belə cəmiyyətin, xalqın ziyanına olur. Alimlərdən biri müqayisə edir, deyir, mənəviyyatsız adamın elmli olması sərxoş insanın əlində silaha bənzəyir ki, yalnız ondan təhlükə törənə bilər. Məgər mənəviyyatsız elmin nəticəsi deyilmi ki, bugün insan bir düyməni basmaqla yüz minlərlə insanların ömrünə son qoyur. Cəmiyyət xoşbəxt yaşamaq istəyirsə, birinci növbədə öz mənəvi saflığına diqqət etməlidir. Həzrət Əlinin bir sözünü demək yerinə düşər. O buyurur ki, müharibə və yaxud dəhşətli zəlzələ ölkənin bir hissəsini xaraba qoyarsa, mənəviyyatsızlıq ölkənin hamısını bərbad eləyər. Və bu həqiqətdir və İkmal Gənclər Birliyi olaraq biz dəfələrlə dediyimiz kimi yenə də bu məclisdə təkrar edirik. Biz fanatizmdən, xurafatdan azad, həqiqi dinimizi elmi şəkildə öyrənib, xalqımıza, xüsusilə gənclərimizə çatdırmaq vəzifəsini öz çiynimizdə hiss eləyirik və bu vəzifəni yerinə yetirmək üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Çünki Respublikamızın, Azərbaycanımızın xoşbəxtli gələcəyi bugünün gəncliyindən asılıdır və əgər gənclik milli mənəvi dəyərlərimizə sadiq ruhda böyüsə, Azərbaycanın gələcəyi işıqlı olacaq, dövlətçiliyimiz günü-gündən möhkəmlənəcək və Respublikamız inkişaf eləyəcək. Və mən bir daha təşəkkür edirəm bütün qonaqlara. Yenə də təkrar edirəm, ad çəkmək istəmirəm, ayrı seçkiliyə yol vermək mən istəməzdim. Bütün qonaqlarımız bizim üçün əzizdilər. Çox sağ olun ki,
xanım Fatimə-i Zəhranın dəvətini qəbul eləmisiniz. Xanım Fatimə-i Zəhra dünyadan gedəndə Həzrət Əli 7 nəfərlə onu torpağa tapşırdı. Bir nəfər yox idi, o dövrün şəraiti belə idi ki, bir nəfər Peyğəmbər qızının dəfnində gəlib iştirak eləmirdi. Lakin heç şübhəsiz ki, xanım Fatimə-i Zəhranın bugün ruhu şaddır, çünki onun əzəmətli bir zalda toplaşan sizin kimi qonaqları var və bizim də qəlbimiz fərəh hissi ilə dolur ki, o xanımın adına layiq olan bir məclis təşkil eləmişik. Bir daha sizin hamınızı təbrik eləyirəm və yadımdan çıxmamış bugün beynəlxalq ahıllar günüdür və bu münasibətlə də biz bütün kimsəsiz insanlara, qadınları bu bayram münasibəti ilə təbrik eləyirik. Eşitdiyimizə görə respublikamızda da müxtəlif tədbirlər keçirilir. Bu münasibətlə konkret olaraq Yasamal rayonu ərazisində Yasamal rayon icra hakimiyyəti tərəfindən bir neçə tədbir keçirilib. O cümlədən Sevinç restoranında bayram süfrəsi hazırlanıb və biz də bütün təbriklərə qoşularaq ahılları təbrik edirik. Həm xanım Fatimə-i Zəhranın mövludu münasibəti ilə, həm də onların bayram münasibəti ilə. Mən diqqətinizə görə sizə təşəkkür edirəm. Çox sağ olun.